arxadakı körpüləri yandırmışam və demişəm ki, hər bir insan hökmdardır. Çətin olsa da həyat davam edəcək və ondan sonra başlamışam öz problemləri ilə, öz sıxıntılarımla, maneələrlə üzləşməyə və ancaq etmək istədiyimi etdiyimə görə də o maneələri də aşmışam. 2010-dan bu sahədəyəm, kitab, təlimlər, 15 ildir fəaliyyət göstərirəm. Bu 15 il ərzində mənim həyatımın 80%-ni disiplin təşkil edir. Yəni mən bu işləri görəndə bu alınacaq, alınmayacaq, mən qətiyyən bunu düşünməmişəm. Mən bu kitabı yazmalıyam. Məndə nəticəyə köklənmədiyimə görə, mən ancaq işin özünə kökləndiyimə görə, mənə deyəndə ki, məsələn, sən bu işi eləyəcəksən, alınmayacaq. Ölkədə səni oxumayacaqlar, xaricə çıxa bilməyəcəksən, xaricdə sənin oxucuların olmayacaq. Bu qeyri-adi bir hədəfdir, bu alınmayacaq da, mümkün deyil. Mənim üçün bu maraqlı olmayıb və bu məni əl-qolumu soyutmayıb bu tənqidlər. Çünki mənim üçün o nəticə önəmli olmayıb. Mən baxmamışam nəticəyə, ancaq düşünmüşəm ki, mən bunu etməliyəm. Başqa yolu yoxdur. Mən bu kitabı yazmalıyam. Kitabın çapı üçün mən pul tapmalıyam və kitabı çap eləməliyəm. Bunu oxuyacaqlar, oxumayacaqlar düşünməmişəm və mən bir dənə bir şey düşünmüşəm. Mən bu işi etməliyəm. Başqa bir yolu yoxdur. Düzdür, əvvəldən düşünmüşəm ki, bu gözəl işdir, uğurlu işdir, lazımlıdır, bunu eləməliyəm, bu mənim sevdiyim sahədə. Yolun əvvəlində. Ancaq yolun əvvəlində bunu düşünürsən, yəni burada qeyri-adi başqa heç bir şey yoxdur. Və bu 3 dənə öz həyatımda tətbiq etdiyim və Hər bir insan hökmdardır kitabında toxunduğum 3 dənə şərti sizin diqqətinizə çatdırdım.